Hamza salamlar dostlarım. Bugün mən sizinlə başladığımız və anladığımız kimi PlayStation 2 oyunlarını telefonda oynayırıq. Niyə burada baxın, burada PSP yazılıb gördüyünüz kimi? Çünki bu oyun PSP oyunudur, amma ki PSP bu oyunları, bu 3 oyunu gördüyünüz kimi baxın buradakı oyunları PlayStation 2-dən götürüb və hamısı da eyni oyundur. Bir fərq yoxdur aralarında. Yəni birinci Spider-Man görürsünüz burada var. Baxın onu oynayacağım bugün mən sizinlə. Spider-Man 3 var. Şəhərdə zadda tutsan, amma bu Spider-Man 2D oyundur. Qabaq kameradan çəkir. Gördüyünüz kimi oyun belədir, baxın. Marvel'dir, baxın. Belə. Amazon Entertainment gördüyünüz kimi Spider-Man Web of Shadows oyunun adı. Bu oyunu mən PlayStation 2-də uşaqlığımda oynamışdım. Yəni illər qabaq. İndi amma yox. İndi sadəcə yükləmişəm, belə oynayıram. Ya çox xoşum gəlir oyunum. Yəni bəyəndiyim bir oyundur. Mən buradan sıfırdan başlayayım yaddaşa yazdıqlarımdan. Game Plus var. Game Plus'da yəni daha çox şey var. Amma mən New Game ilə başlamaq istəyirəm. Friendly, Spectacular, ən çətin moda qoyacam və başlayırıq. Oyun belədir. Yəni fikirləşirəm ki, deyəcəksiniz ki, oyunun belə görünüşünə görə çox maraqsızdır. Amma yox, oyun doğrudan çox maraqlıdır. Çox bomba bir oyundur da, yəni. Oyunun hər səviyyələrin sonunda, levelların sonunda bosslar var. Bossları məğlub etsən, görevlər var. Adamlarla söhbət edirsən, görev tapışırlar sənə. Görevi bitirdin, sənə can puanı verirlər. Belədir də, yəni. Baxın, belə. Aslında simbiot rejim var burada. Baxın, qara Spider-Man var, bir də qırmızı. Əslində mən ilk səviyyədə olanda, elə bil, oyuna tam belə sıfırdan başlayanda qara Spider-Man'e keçə bilmərəm. Çünki mən Venom'u məğlub eləməliyəm, Venom'u öldürməliyəm, sonra qara Spider-Man'e keçə biləcəm. Çünki qırmızı Spider-Man ilə Venom'u məğlub edəndən sonra Venom qusur, çalatı partlayır və onda Venom öləndən sonra çalatı partlayır. Sonra isə qırmızı Spider-Man üstünə tökülür və qara Spider-Man yaranır. Görürsünüz, Venom stilində də, yəni belə, yəni. Yəni belə. İndi isə mən oyunu bitirmişəm deyənə, 10-cu level'a gəlib hər şeyi oynamışam deyənə, oyun artıq yaddaşa belə yazıb, yəni hər şeyimə qədər eləyə bilirəm. Yəni belə. İndi mən bu gün hile olmasın deyənə, daha çox qırmızı Spider-Man'də oynayacağım. Daha çox. Zibliqavın sındıraq bir dənə. Burada görev tapışacaq. Yəni siz oxuyarsınız, mən bunları oxumuşam əslində hamısını. Burada can puanı verir. Bilmirəm niyə görə verir, amma bilmirəm, oxumaq lazımdır deyə misin bir-bir. Oyun biraz məntiq istəyir, məntiq tələb eləyir. IQ testi kimi bir oyundur əslində bu da. Yəni məntiq istəyən bir oyundur bu da. Yəni məntiq işlətmək lazımdır. Səviyyələr çox qarışıq olur da. Baxın, pişiyi qurtardım burada, can puanı verdi. Və burada qadını döymək istəyir bir dənə kişi. Bunu döyəcəm burada indi. Simbiot rejimdə dalaşdım. Öldürdüm. Neyse ki şey daha klasik sade ölümcə adamı. Bir de bu niye tarafsınız? Ben niye düştüm ama? Dostlar, bu videomu mən əslində çəkmişdim YouTube'a, öz kanalıma. Sadəcə olaraq oyunun səsi və ya öz səsim düşməmişdi də. Sildim, yəni videonu təzdən yüklədim. Həm də ekran çox bağlı çünki bağ idi də, yəni video bildiyiniz xəta. Gördüğünüz kimi öldürdüm onu da. Yəni bu videoya ən azı 10 like gəlmək istəyirəm. 10 like gəlsin və bu videoya 10 like gəlsə sizə bu oyunların yükləmə qaydasını öyrədəcəm. Biraz çətindir, amma öyrənsəz asandır.
Dostlar, bir də ki burada gördüyünüz kimi pauzada, yəni bütün oyuna aid şeylər göstərir. Quests aşağıda var. Quests görevlər, fight crime, cinayətkarlar ilə savaş. Power ups var burada, sarı, yaşıl, sarı və boz renk. Onlar güc puanlarda aldığımız. Yəni burada bacarıqca göstərir. Adam öldürərək yığdığımız halları. Gördüğünüz kimi adamı öldürəndən sonra başından 5 puan çıxır. İkisini bildirən double kill. Bunu da öldürməli. Ay, düşdü aşağı. Öldürdüm. Biraz öyle. Hamınız canım, hamınız bir yerde gelin. Dostlar, bu videoya 5 like gelse 5 like. Bu videonun, bu oyunun ikinci hissəsi gələcək. İkinci hissədə çox maraqlı şeylər baş verəcək. Hər şey var yəni ikinci hissədə. İkinci hissə 3 hissədən ibarətdir. İkinci level, ikinci səviyyə, ikinci oyun yəni. İkinci oyun 3 hissədən ibarətdir. Part 3 partdan ibarətdir. Yəni ki çox maraqlı bir video olacaq. Yəni danışacağım sizə bir şeylər öyrətəcəm. Yəni 5 like gəlsə, ikincisi gələcək. 10 like gəlsə, nə deyim? Dəqiqə. Hə, oyunun yükləmə qaydası gələcək. Yəni belə hamısı da bir yerdə gəlsə, yəni hamısının bir yerdə, ümumi 10 like gəlsə, ümumi. Hamısı bir yerdə, yəni atacağım. Gördüğünüz kimi gedir indi Venom'la savaşmağa. İndi isə Venom'la savaşacağıq. Ümumiyyətlə bossların arasında bu oyun sonunda bosslar olur. Ən güclüləri birinci yerdə ikinci leveldə olandı. İkinci yerdə üçüncü leveldə olandı. Üçüncü yerdə isə Venom'dur. Ya başqaları da güclüdür. Amma yəni bunlar qədər yoxdur. Yəni onlar da güclüdür. Baxın Venom gəl. Əslində indi özümü övünmək kimi çıxmasın, belə besiz adamdır mən, o məndə çıxmasın, amma bu oyunu professionalım da mən. Venom deyir ki, yuxarıda Peter Parker, mən xatırladım, bu Venom sənin pis kabusun. Nə? Burada deyir ki, mənim pis kabusum. Bu biraz çətinci oldu. Ayda, neyse. Vuramadım, bir dənə belə vuramadım. Venom niyə belə qəribə qaçır? Bəbə kimi qaçır. Of, bağa gir Venom, nəsə olub Venom. Baxın, normal qaçın, nəsə olub buna. Bu belə qaçmırdı. Söz qaçırdı. Bağa gir olabilir. Baxın dostlar, bu belə əsəbləşdi. Ekranda qara nöqtələr gəldi. Yəni, o vurulmaz olur da, baxın. Gördüyünüz kimi vurmaq olmur. İndi yəni vurmaq olur, baxın. Beyni çöndü. Prime açdı, davay, qaç. Bir də qüvvət enerjisini aça bilərim. Bəlkə qüvvət enerjisini açın. Vur o, nə qədər istəyən vur. Canım gedir düzdür, amma təsir yoxdur da. Gələs belə, yumurta. Oha, gəl bir də can qoşun. Korpus girdim ya.
Bir de öldüreceğim beni. Öldüreceğim. Değil bilmem. Kaçtım. Bakın. Bir dakika. Ne pis vurdu la. İldirim çıktı ya. Allah buna kaçmaktı. Venom utandılar ne sen yerine. WhatsApp'tan ne zaman gelsin sen? Gelin görüm. Deyək dostlar, qüvvət rejimini açdım. Gördünüz mü? Baba tutulacaq. Allah kaç. Abi döyür. Kusa baxay qaqa. Gel. Vurdu. Ama ay yazmayın da kimdi bu yazan? Nasıl oldu ya? Oha ne var bu? Buna vurmuştu. Heyvan olmaz adam da bu kadar yani. Hadi yine beyni söndü. Beyni var ki beyni sönsün. Düzünə deyim, mən ümumiyyətlə Marvel'də ən çox xoşladığım karakter Venom'dur. Yəni favori karakterim Venom'dur. Ağzına qoşun bir dənə. Hadi benim söndü. Kaçma vaxtı. Onu girce sen girce elemelim. Biraz mezelendim de böyle. Onu bir tane başıma hoppansa canım gelir. O hoppananda böyle can gelir. Öldürdüm. Bakın dostlar size burada demeyi. Venom qusur, çalatı partlayır və qırmızı Spiderman olur, qara Spiderman zəhərlənir. Baxın. Ada Venom getdi nəsə. Baba baxın püskür burada. Baqa girdi oyun. Venom görsəmədim amma orada püskürdü. İndi Spiderman ayağa durur. Baxın bu vəziyyətə gəlir. Burada deyir ki telefon çalır, danışırlar. Ve dostlarım bugünlük videomuz bu kadar idi. İkinci hissə üçün like atıp abone olmayı unutmayın. Kanalıma dəstək olun. Kanalım yenidir. Sağ olun, salamat qalın.